Deməli belə, dedim ki, halsız vəziyyətdə ancaq terapiya belə ala bilərəm. Baxmayaraq ki, tövlədən qazan qoxusu. Bu günləri ayın 7-si idi, ayın 15-i, 14-ü. Aprel bu soyuq şaxta Azərbaycan hər yerinə sellərlə keçə-keçə gedir. Və toyuqlarımız indi müəyyən yodlu, çünki təcrübəli olan var. Mən xoruz savunur, ayda. Biraz ki, geyimli paltarda girmişəm bura. Neynəyim? Çəkili bayırdakı avtobusun zadan çıxan dəhşətli də zəhərli tüstüdən, atmosferik tozlardan yaxşıdır. Artıq bir gün qalıb, bu dediyim kimi bir qəribə bir şeydir. Bu axırda otlayıb, bu tükünü necə o birisinin deməli başına qoyub. Belə bir şey heç sənədli filmlərdə çəkilir, görmür. Bu əsas sənədli filmdir. İki qazan, bu ağ qazan da deyirlər, nə bilmirəm. Dumağ, yəni ikisi də erkəkdir, ikisi də yəni ağ. Xeyirli olsun, görək də indi. Dəvə yayda tərpədilmişdi deyənə bağlamadılar təzə gələndə. Gəldim bu günlərə sabah axşama, 2 günü, son 2 günüdür. Bu gün bir də sabah axşamacaq. Ola bilsin biraz gecikmişi 8-i ola bilər. Sağlıq olsun baxar. Və bir-birinəcə mehribancasına otururlar burada. Burada da ki yanında 2 yuva düzəltmişim ki, burada otursunlar. Bunun başını belə nə var, necə ağız atır, artıq balalar çıxmazır deyən. Onsa elədir bu əvvəlində. Burada da maşallah. İndi belə kimi təbii ağartımız olsaydı əla olardı. Toyuqlara o cürə xidmət, otar baxmaq. Başlayıblar yumurtlamağa. Bəli. Kimlərsə də yumurta istəsə, ona belə özümüzü heç ancaq itirərək. Burada da belə. Yəqin ki, birini hər gün saxlayır, belənçi var. Əslində, yarısı yumurta. İndi başlı da sizlərdə də balacası belə dilədi. Gedib bayırda 35 qəpikdən satarlar. Gedib həkən sifariş verəndə, alanı gətirəndə 35-ə 40 satırlar. Təptəmiz, hər yeminə kimi ən təbii bilirik ki, özümüz uşaq gözünü heç bir də dərman vırılmır bu toyuqlara, gübrə yeminə filan. Heç bir də yəni ki, yeminə ki, bir sürü şey qatırlar, yumurtlamağa. Zərərli karotinlər müxtəlif, necə ki, yediyimiz bütün ağartı pasterize olmuş süd məhsulları, yumurtalar, saxta suyunu, düyülər və müxtəlif maddəli, ziyanlı maddələrlə, çörəkli, mayalı şeylərlə yumurtasını yenə verirlər. Toyuq ölməsin deyənə nəminə. Tam təbii çöl şəraitinə kimi baxılır damda. Lindalar. Bunun birinin adını bilmiyorum, nə qoyaq da. İstəmirəm, adlar qoyumuzdur adları. Bunun birinin adını nəysə, rəylərdə baxanlar yazar bu qazlara, qazana ad qoymaq olar. Əvvəllər İngilis filan, Rus adları qoyurduq. Misal üçün qoymaq olardı bunlara. Natasha, Alyona. Rus adları qoyurduq, evdə Juliana, nə bilim nə, ördəklərə zada. Neysə, sağ-salmaq xeyli çıxsın. Bağlar indi içəridə yaşam. Bu həmin toyuqların özü. Bax, belə.